gün hər birimizin qəlbində böyük bir qürur və fəxarət hissi var. Çünki bu gün Azərbaycan xalqının tarixinin ən parlaq və ən şərəfli səhifələrindən birini 28 may müstəqillik günü qeyd edirik. 1918-ci ilin bu günündə xalqımız bütün dünyaya sübut elədi ki, o sadəcə azadlıq hissi ilə yaşamır. Həm də öz müqəddəratını həll eləməyə, öz dövlətini qurmağa qadir olan böyük və yetkin bir millətdir. Gəlin bu möhtəşəm tarixin köklərinə 108 il əvvələ qısa bir nəzər salaq. 20-ci əsrin əvvəllərində bütün dünya, xüsusilə də Rusiya imperiyasının dağılması ilə Qafqaz regionu üçün bütöv bir xaos dövrü idi. Bir tərəfdən Birinci Dünya müharibəsinin gətirdiyi dağıntılar, digər tərəfdən Bakıda və Azərbaycanın digər bölgələrin erməni bolşevik dəstələrinin xalqımıza qarşı törətdiyi amansız soyqırımlar vəziyyəti son dərəcə ağırlaşdırmışdı. Belə bir böhranlı və talih yüklü məqamda Azərbaycanın fədakar ziyalıları və siyasi xadimləri xalqı məhv olmaqdan xilas etmək üçün böyük bir məsuliyyəti öz üzərlərinə götürdülər. 1918-ci il mayın 28-də Tiflisdə keçmiş Canişin sarayında Həsən bəy Ağayevin sədrliyi ilə Azərbaycan Milli Şurasının tarixi iclası keçirildi. Həmin iclasda İstiqlal bəyannnaməsi, bəyanatın əsl adı ilə desək, əqdnamə qəbul olundu. 6 bənddən ibarət olan bu sənədlə Azərbaycanın müstəqil bir dövlət olduğu, hakimiyyətin xalqa məxsusluğu bütün dünyaya bəyan edildi. Cümhuriyyətin banisi Məmməd Əmin Rəsulzadənin dediyi o məşhur kəlam isə tariximizə qızıl hərflərlə yazıldı. Bir kərə yüksələn bayraq bir daha enməz. Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay 1920-ci ilin aprelin 28-də bolşevik işğalına qədər yaşadı. Lakin bu qısa müddətdə görülən işlər 10 illiklərlə bərabər idi. Azərbaycan Xalq Cümhuriyyəti təkcə müsəlman dünyasında deyil, bütövlükdə şərqdə qurulan ilk parlamentli, demokratik, hüquqi və dünyavi respublika oldu. Cümhuriyyətin fəaliyyət dövründə atılan möhtəşəm addımlardan bəzilərini xatırlamaq yerinə düşər. Dünyanın bir çox qabaqcıl dövlətlərindən, o cümlədən Amerika Birləşmiş Ştatları, Fransa və Böyük Britaniyadan daha əvvəl 1918-ci ildə Azərbaycanda qadınlara seçmək və seçilmək hüququ verildi. 1918-ci ilin noyabrında bu gün qürurla dalğalandırdığımız üç rəngli bayrağımız qəbul olundu. Mavi rəng türk mənşəyimizi, qırmızı rəng müasirliyi və demokratiyanı, yaşıl rəng isə İslam sivilizasiyasına mənsubluğumuzu ifadə edirdi. 1918-ci il iyunun 26-sında ilk nizamlı hərbi hissəmiz yaradıldı. Bu gün həmin tarixi həm də ordu günü kimi qeyd edirik. General Səməd bəy Mehmandarov və Əli Ağa Şıxlinski kimi peşəkar hərbiçilərin sayəsində qısa müddətdə güclü bir ordu formalaşdı. Azərbaycan dili dövlət dili elan olundu. Bakı Dövlət Universiteti təsis edildi və yüzlərlə Azərbaycanlı gənc dövlət hesabına Avropanın aparıcı universitetlərinə təhsil almağa göndərildi. 1920-ci ilin aprelində 11-ci Qırmızı Ordu Bakını işğal etdi və Cümhuriyyət süquta uğradı. Lakin 23 aylıq o qısa dövr xalqımızın yaddaşına elə bir azadlıq toxumu əkdi ki, onu heç bir Sovet repressiyası, heç bir rejim yox edə bilmədi. 1991-ci ildə Azərbaycan öz müstəqilliyini yenidən bərpa edərkən xalqımız fəxrlə elan etdi ki, yeni qurulan Azərbaycan Respublikası 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisidir. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə dövlət müstəqilliyimiz qorunub saxlandı, möhkəmləndirildi və daimi xarakter aldı. Bu gün biz 28 mayı fərqli bir qürurla qeyd edirik. Çünki bu gün Azərbaycan Xalq Cümhuriyyətinin xəritədə çizdiyi, lakin tam qoruya bilmədiyi o müqəddəs sərhədlər artıq tamamilə bərpa olunub. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və rəşadətli ordumuzun şücaəti sayəsində Qarabağımız, Şuşamız, Xankəndimiz artıq azaddır. Bu gün Cümhuriyyət qurucuların ruhu şaddır. Çünki onların xəyal elədiyi və təməlini qoyduğu müstəqil Azərbaycan bu gün regionun lider dövlətinə, öz torpaq bütövlüyünü tam təmin etmiş qüdrətli bir respublikaya çevrilmişdir. Bizə bu azadlığı, bu müstəqil dövləti bəxş edən başda Məmməd Əmin Rəsulzadə, Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli olmaqla bütün Cümhuriyyət xadimlərini, həmçinin bu müstəqilliyi qoruması və torpaqlarımızın azadlığı uğrunda canından keçən bütün şəhidlərimizi dərin hörmət, ehtiram və rəhmətlə yad edirik. Müstəqilliyimiz əbədi, dönməz və sarsılmazdır. Müstəqillik günümüz mübarək olsun. Diqqətinizə görə təşəkkür edirəm.